Nə lazımsa. Gəlir uşaqlar, insert tab vərəqində table. Table cədvəl əlavə eləməkdir. Cədvəl əlavə eləmək. Buradan insert vururuq və table vasitəsilə bir cədvəl əlavə edirik. Cədvəl əlavə eləyəndə uşaqlar, burada 10-un 8-ə hazır formalı cədvəl. Bu hissəyə hamı diqqətlə qulaq asın. Cədvəl əlavə eləmək üçün burada hazır 10-un 8-ə formatında cədvəl forması var. Bunu vurmaqla cədvəl əlavə eləmək olar. Və bu uşaqlar, belə bir sual var. Bunu belə kəsir atır. Deyir, neçə ölçülü cədvəl yaranacaq. Bax uşaqlar, bunun belə şəklini görmək olmur. Bax, bu hissədə yazır. Bu hissəsinə baxın. Rəqəm yazır ora. Və sən o rəqəmdən tutacaqsan. Nə yazır ora? 3x5. O deməkdir ki, uşaqlar, 3 dənə sütunu var. İkinci gələn rəqəm sütunun sayını, ikinci gələn rəqəm isə sətrin sayını bildirir. Aydındır? Deməli, uşaqlar, cədvəl əlavə eləmək üçün bir burada hazır 10-un 8-ə formatlı cədvəl formasını seçməklə cədvəl əlavə eləmək olar. 2. Insert table vasitəsilə özün cədvəlin sətr sütun rəqəmini özün yazmaqla cədvəl əlavə eləyə bilərsən. Məsələn, neçə sütun, neçə sətr olsun. Bunu yazmaqla cədvəl əlavə eləyə bilərsən. Və ya draw table, özün cədvəli əllə çəkə bilərsən. Nə bilim, belə cədvəl çəkə bilərsən. Və ya uşaqlar, növbəti cədvəl yaratmaq üçün. Mətni cədvələ çevirə bilərsən, convert text to table. Mətni cədvələ çevirməklə cədvəl yaratmaq olar. Bunun üçün əvvəlcə mətni seçməlisən. Bundan sonra Excel-dən cədvəli bura çağırmaq olar. Hansı texnologiyadır? Ole texnologiyadır. Excel-dən cədvəli bura çağırmaqla cədvəl yaratmaq olar. Bir dənə də uşaqlar quick table var. Hazır cədvəl formalarından istifadə etməklə cədvəl yaratmaq olar. Şablon cədvəl formalarından istifadə eləməklə cədvəl yaratmaq olar. Və bunlar cədvəl yaratmaq üçün üsullardır. İndi hansı ilə istəyən cədvəl yarat. İndi mən uşaqlar buradan table-ın içindən insert table eləyərək özüm cədvəlin sətr və sütun rəqəmini yazmaqla cədvəl yaradıram. Məsələn, deyirəm 5 sütunu, kolum sütun deməkdir. 5 sütunu və row sətr deməkdir. 4 sətr olan bir dənə cədvəl yaratsın. 5 sütunu, 4 sətr olan bir dənə cədvəl yaradır. İndi uşaqlar, cədvəl yarandı. 5 sütunu və 4 sətr olan bir dənə cədvəl yarandı. Və cədvəl yaranan kimi uşaqlar, yuxarıya baxın, 2 dənə alət tab vərəqi gəlir bura. Design, bir də layout tab vərəqləri. Design, bir də layout tab vərəqləri. Bunlar cədvəlin alət tab vərəqləridir. Bunlar cədvəlin alət tab vərəqləri. Design, bir də layout tab vərəqləri. Baxın, bunun üstünə nə yazır? Table tools. Cədvəlin alət tab vərəqləri uşaqlar. Biz dedik ki, bizim bir əsas, burasına hamı tam diqqətlə qulaq assın. Tam diqqətlə. Biz dedik ki, bizim bir əsas tab vərəqlərimiz var, bir də alət tab vərəqlərimiz var. Dedik ki, uşaqlar, bütün proqramlarda 3 dənə alət tab vərəqi var. Bütün proqramlarda. Design, layout, format. İstəyir Word olsun, istəyir Excel olsun, istəyir PowerPoint olsun. Bütün proqramlarda 3 dənə alət tab vərəqi var uşaqlar. Design, layout, format. Alət tab vərəqidə deyirlər, köməkçi tab vərəqidə deyirlər, xidməti tab vərəqidə deyirlər, kontekst tab vərəqidə deyirlər. Hamısı bunun adıdır və bu bütün proqramlarda 3 dənədir. Design, layout, format. İndi uşaqlar, cədvəllərlə işləmək üçün nəzərdə tutulan tab vərəqi, yəni cədvəlin alət tab vərəqi, dizayndan layout tab vərəqlərdir. Bax, cədvəldən kənara çıxsam, onlar yoxa çıxacaq. Cədvəlin içinə daxil olan kimi avtomatik olaraq gələcək. Və indi uşaqlar, bizim qəbul sualı yazıb, cədvəllərlə işləmək üçün nəzərdə tutulan tab vərəqi hansıdır? Da gedib uşaqlar, insert götürməyin. Bax, hamı gedir, insert götürür. Uşaqlar, insert cədvəllərlə işləmək üçün tab vərəqi deyil. Insert cədvəl obyektini ancaq əlavə edir. Sənin bir dənə sadəcə bu sualın cavabı insert ola bilər. Cədvəl əlavə etmək hardandır? Insertdən. Qalan cədvəllə bağlı. Nə sual olarsa olsun uşaqlar. Bax, nə sual olarsa olsun. Fərqi yoxdur. Onun cavabı ya dizayndır, ya da layout tab vərəqidir. Əsas da layoutdur. Heç dizayn da o qədər düşmür. Əsas layoutun içindədir. Və uşaqlar, onun üçün cədvəllə bağlı nə sual olarsa olsun uşaqlar, cavab layout tab vərəqidir. Bir dənə cədvəl əlavə etmək desələr hardandır? Insertdən. O ki, sual başlayıb cədvələ
Cədvələ deyibsə uşaqlar, bu cədvəl var. Cədvəl var, insertli bir şey yoxdur. Cədvələ cavab ya dizayndır, ya layoutdur. Nə kino çıxarsan, çıxar üstündə, fərqi yoxdur. Cədvələ nə əməliyyat edirsənsə elə, ya bu cavabı dizayn, ya da layout tab verə gedir. Ya dizayn, ya da layout tab verə gedir. Bir dənə cədvəl əlavə etmək desələr hardandır uşaqlar? Cədvəl yaratmaq hardandır? Və o insert tab verə gedindəndir. Eyni şey uşaqlar, ben indi şəkil üçün də deyəcəm. Məsələn, şəkil əlavə eləmək hardandır? Insertdən. Amma şəkillərlə işləmək üçün nəzərdə tutulan tab vərəqi uşaqlar insert tab vərəqi deyil. İndi şəkil də əlavə eləyəndə nəsə açılır. Alət tab vərəqi olaraq nəsə açılır. Məsələn, format tab vərəqi açılır şəkildə, tutaq ki. Yəni, burada uşaqlar insert buradakı istənilən obyekti əlavə etmək üçündür. Sən insertdən əlavə eləyirsən. Onun üzərində işləmək üçün həmin obyekt özü ilə bərabər bir tab vərəqi açır. Bax, bütün işlər alət tab vərəqlərindən yerinə yetirilmiş olur. Həmin əlavə edilmiş obyekt üzərində işlər o alət tab vərəqindəndir. Bu alət tab vərəqində bu üç dənə dansı. Design, layout, format. Nə açılırsa bu üçündən açılır. İndi cədvəllərlə işləmək üçün alət tab vərəqimiz dizayndan layout tab vərəqidir. Cədvəlin alət tab vərəqləri. Bu sözlərindən, danışığından kim neyi başa düşmədirsə, desin mənə, zəhmət olmasın. Amma desin, saxlamasın. Hamı hər şey başa düşür. Onun üçün də, başaqlar, bizə sual düşür ki, cədvəl, indi bax, Mehdi, sənə sual düşür. Cədvələ sətr əlavə eləmək hardandır? Cədvəli sətr əlavə etmək. Insertdən o... Layout. Insert nədir, qardaş? Insertdən yox, həmən birbaş layout. Layout. Insert söhbətin ləğv eləyin. Uşaqlar, insertdə nə var ki burada? Insertdən açılmıyor bu layout uşaqlar. Insert cədvələ əlavə eləməkdir. Sən cədvələ əlavə etmirsən. Cədvəl var. Bax, sual necə başladı? Cədvələ, cədvəl var, inserti tullayın. Insert nədir? Deyirəm, cədvələ sətr əlavə etmək. Bu cədvəl var artıq. Cədvələ sətr əlavə eləmək layoutdan. Bir dənə bu sualın cavabı, baxın da, bir dənə bax, uşaqlar, bu əməliyyat insertdəndir. Bir dənə bu əməliyyat, çətin bir şey deyil. Cədvəl əlavə etmək hardandır? Insertdən. Bax, gör, burada cədvəl əlavə eləməkdən başqa neyi eləyə bilərsən ki sən? Heç nə. Ancaq buradan cədvəl əlavə eləyə bilərsən. İndi cədvəl əlavə eləmək üçün üsullardır bu. Hansı ilə istəyən bir cədvəl əlavə elə. Həmən cədvəl əlavə elədim, uşaqlar. Cədvəl əlavə eləyəndən sonra mənim alət tab vərəqlərim açır. Bu cədvəlin alət tab vərəqi. Daha insert söhbətin başını bağlayır. Demək, insertdən layout. Bu dizayn ilə layoutun insertə heç bir dəxliyyatı yoxdur. Cədvəl əlavə elədim, insert söhbəti öldü. Cədvəllərlə bağlı bütün işlər ya dizayndır, ya layout. Aydındır uşaqlar? Bəli. Dəqiq hamiyə çatdı bu fikir. Cədvəl artıq var insertdən. Onu unutduq, keçdik. O birisindən. Dizayndan layout. O ki, dedik uşaqlar. Cədvələ deyibsə, cədvəl mövcuddur. Cədvələ nə edirsən? Elə uşaqlara hamısı bizim üçün insert tab vərəqi, dizayn ya da layout tab vərəqidir. Bir dənə cədvəl əlavə eləmək insertdəndir. Əlavə et ya da cədvəl əlavə et. İki cümlənin sözü. Yəni cədvəl yaratmaq və ya cədvəl əlavə etməkdir. Eyni sözdür. Aydındır. Müəllim, bir şey soruşum. Layout tab vərəqindən cədvələ sətr sütun əlavə eləmək olur da. Amma sətri, o xəttləri, zolaqları silmək və ya xətt əlavə eləmək yenə də dizayndandır. Dizayndan layoutdur. İndi danışacağım onların için olsun. Yox. İndi uşaqlar gəlirik, birinci olaraq bir dənə yadınızda saxlayın, cədvəlin alət tab vərəqlərinin içi düşür. Digərlərin indi əlavə eləyəndə içləri düşmür. Şəkilin də zaten alət tab vərəqi var, amma onların içi düşmür. Bir dənə cədvəlin alət tab vərəqlərinin içini öyrənməliyik. Çox da sual düşür bundan. İndi gəlirik uşaqlar, birinci cədvəlin alət tab vərəqi. Cədvəllərlə işləmək üçün iki də tab vərəqi oldu. Dizayn, bir də layout tab vərəqləri. Birinci başlayırıq dizayn tab vərəqindən. Dizayn tab vərəqinin 3 dəyə qrupu var. Table style option, table style, bir də draw border. Table style optionu boş veririk, o düşmür. Gəlirik table style'a. Table style cədvəlin stilidir uşaqlar. Cədvələ müxtəlif stillər vermək üçün. Onsa dizayn ancaq xarici görünüşdə, yəni cədvəlin dizaynı. Cədvələ müxtəlif stillər vermək üçündür. Table style'da. Sonra uşaqlar table style'da burada var shading.
Bu xananın içini rəylə doldurmaqdır. Sonra uşaqlar, burada var border. Border uşaqlar xananın xəttlərini götürmək üçündür. Bax. Border onsa çərçivə almalıdır. Bu cədvəl özü də bir çərçivədir. Bunun hər xanası bir çərçivədir. Məsələn, uşaqlar, bunu vururam left border. Sol tərəfin xəttini götür. Məsələn, vururam uşaqlar bura bottom border. Aşağı tərəfin xəttini götür. Mən bir şey soruşum oradan. Xəttləri götürsək, nədir o? Xanalar birləşmir də. Prosta xətt Yox. Bəli, sadəcə xətt görünmür. İndi o lazım olacaq bizə, gözlə. Deyəcəm. Bundan sonra gəlir uşaqlar draw border qrupuna. Draw border qrupunda uşaqlar birinci gəlir xəttin qalınlığı. Və bu xəttin qalınlığı, birinci gəlir xəttin tipi. Line style, bu xəttin tipidir. Qırıq-qırıq xətt olsun, düz xətt olsun, nə olsun. Məsələn, seçirəm qırıq-qırıq xətt olsun. Bundan sonra gəlir uşaqlar. Xəttin qalınlığı punktla ölçülür. Neçə punkt olsun? Məsələn, deyirəm 4 punkt olsun xəttin qalınlığı. Sonra gəlir pen color, qələmin rəngi. Məsələn, yaşıl rəng olsun. Bir də draw tabına indi məsələn çəkirəm. Bax, indi xəttim 4 punkt olacaq, qırıq-qırıq olacaq və yaşıl rəngdə olacaq. Sonra burada bir dənə də gəlir erase. Erase də pozandır uşaqlar. Pozan, cədvəlin istənilən xəttlərini pozmaq üçündür. Aydındır. Xana ucu burada birləşdi mən, hə? Birləşməyib yenə də. Aydındır bu erase. Əlim o yaddaşda qaldı, sizin etdiyiniz. Siz bir geri qaytardın da. Yo, orada mənim bastı zordu, pen color'da hamısı yaşıl, sonra zolaq hamısı qaldı. Qaytardım da geri hamısını. Hədə belə qalmışdı, qaytardım da. Mənim o yaşıl zolaq qaldı da. Hə? Siz elə deyim. Mənim o görürsünüz yaşıl qırıq-qırıq zolaq var idi ya. Hə. O yaddaşında qaldı da. Hə, bu burası. Sizdə də bu. Hə. Nə forma. O yox, indi o çıxacam, gedəcək o üstə oradan. Gəl biraz geri qaytar. Bana laf getdi mi? Gedər. Yox, hələ ki qalıb. Çıxanda yəqin Word-dən çıxacaq, gedəcək. O qalan Neyse yox. o şeydi. Styling. Bundan sonra uşaqlar. Bu oldu uşaqlar. Bizim üçün dizayn tam vərəqi. Dizaynla bağlı bu qədər. Bundan sonra gəlirik əsas cədvəllərlə iş layout tab vərəqindədir. Gəlirik uşaqlar layout tab vərəqinə. Layout tab vərəqinin qrupları hansılardır? Table, row and columns, merge, cell size, alignment, bir də data qrupları. Birinci başlıyoruz uşaqlar. Birinci başlıyoruz uşaqlar bizim table qrupundan. Table qrupunda birinci gəlir select. Select seçməkdir uşaqlar, seçmək. Görürük burada var select seç. Xananı seç, select column sütunu seç, select row sətri seç, select table ümumi cədvəli seçmək. Bu uşaqlar mouse-la da eləmək olur. Select seç, xananı seç və budur. Sonra uşaqlar sətri seç, sütunu seç. Bir də ümumi cədvəli seç. Cədvəlin olsa 4 elementi var da, sətr, sütun, xana, bir də ümumi cədvəl. Və bu 4 dənəni buradan seçmək olar. Bundan sonra gəlir View Grid Lines. View Grid Lines gizlənmiş tor xətlərinin göstərilməsidir uşaqlar. Gizlənmiş xətlərin göstərməsi. View Grid Lines-ı vurur uşaqlar. Və heç bir funksiya yerinə yetirmir. Görürsünüz, heç bir funksiya yerinə yetirilmədi. Çünki bu ancaq uşaqlar borderlə xətləri götürəndən sonra nəsə bir iş yerinə yetirir. Bayaqları bu dizaynla, borderlə bu cədvəlin xətlərini götürə bilirdim. Və uşaqlar, ondan sonra View Grid Lines nəsə iş yerinə yetirir. Bu borderlə götürülmüş xətləri uşaqlar qırıq-qırıq göy xətlə bizə göstərir. Haradan xətlər götürülür. Məsələn, artıq View Grid Lines-ı vurduqda artıq o götürülmüş xətləri qırıq-qırıq göy xətlə bizə göstərir. Amma çapda düşmür uşaqlar bu. Məsələn, View Grid Lines çapa düşürmür? Xeyr. Bu ancaq bizə göstərir bunu. Götürülmüş tor xətlərin göstərilməsidir. Aydındır. Bundan sonra gəlir Properties. Properties uşaqlar xüsusiyyətlərdir. Properties deməmişdən uşaqlar yadınızda saxlayın. Mən cell size-la alignment-i danışandan sonra yadıma salın bu properties-in nə olduğunu deyim. Yadıma salınam. Bundan sonra gəlir uşaqlar burada delete. Delete silməkdir uşaqlar, silmək. Və uşaqlar cədvəlin dediyim ki, gəldi row and columns qrupuna. Row and columns qrupunda uşaqlar birinci gəlir delete.
Delete silməkdir. Cədvəlin hansı nöqtələri var idi? Sətr, sütun, xana, bir də ümumi cədvəl. Delete cells, xananı sil. Delete row, sətri sil. Delete column, sütunu sil. Delete table, ümumi cədvəli silmək. İndi uşaqlar, gəlirik cədvəli silən klaviatura düyməsinə. Cədvəlin istənilən nöqtəsini silən klaviatura düyməsi uşaqlar backspace düyməsidir. Bax, cədvəlin sətrini neynə silirik uşaqlar? Backspace ilə. Cədvəlin sütununu neynə silirik? Backspace ilə. Cədvəlin xanasını neynə silirik? Backspace ilə. Bütün cədvəli neynə silirik uşaqlar? Backspace ilə. Cədvəlin istəyir sətri olsun, istəyir sütunu, istəyir xanası, istəyir bütün cədvəli. Sən göstərə bilərsiniz. Silən klaviatura düyməsi backspace-dir uşaqlar. Delete cədvəli silmir uşaqlar, silmir. Gedib delete yazmayın. Zəhmət olmasa. Çox düşür sualda. 90%-ına da belə deyirsən, yenə gedib delete yazır. Amma siz inşallah yazmayın. Cədvəlin içində uşaqlar, delete sadəcə cədvəlin içindəki məlumatı silir. Məlumatı. Bax, seçdin bu cədvəli. Sən delete düyməsini bastın, sadəcə o cədvəlin içindəki məlumatı silir. Aydındır? Həmdən backspace-i göstərə bilərsiniz. Eləcəm. Delete ancaq cədvəlin içindəki məlumatı silir gördüyünüzə görə. Cədvəlin istənilən nöqtəsini silən klaviatura düyməsi backspace düyməsidir. Bax, seçdim sətrini, backspace-i bastım, sildi. Seçdim üstününü, backspace-i bastım, sildi. Seçdim ümumi cədvəli, backspace-i bastım, sildi. Cədvəlin istənilən nöqtəsini silən ancaq backspace-dir. Aydındır uşaqlar? Təkcə xananı necə silir mən? Normal diyordu. Backspace ne demek? Deyir, hansı tərəfə doğru sileyim? Çok. Aydındır bu? Tamam. Deməli, uşaqlar, cədvəlin istənilən nöqtəsini silən klaviatura düyməmiz uşaqlar backspace düyməsidir. Və ya Shift Delete düymə kombinasiyası ilə Shift Delete. Tək Delete yox, Shift Delete. Və Shift Delete ilə də silmək olur. Shift Delete'i bassan silir. Sətrin seç, Shift Delete'i bas silsin. Aydındır. Cədvəlin deməli istənilən nöqtəsini silən klaviatura düyməsi uşaqlar Backspace, Shift Delete. Bir dənə də uşaqlar Ctrl X. Ctrl X nə idi? Kəsmək, yəni köçürməkdir. Kat eləmək. Yer dəyişmə. Fəxri, yer dəyişmə. Köçürmə yox. Köçürmə qarışdırdım. Ctrl X nə idi uşaqlar? Kat eləmək. Kat eləyəndə də obyekt yerində nə eləmirdi uşaqlar? Qalmırdı. Qalmır. Bunu Ctrl X eləyəndə, kat eləyəndə obyekt yerində qalmadığına görə TGDK bu Ctrl X'i da silmək kimi götürür uşaqlar. Bax, mən razı deyirəm ona, amma TGDK götürür dedi, yerində qalmır da, hal-hazırda verəcək ki. O təkcə cədvəllərə aiddir. O təkcə cədvəllərə aiddir, yoxsa sözlərdə də və yaxud da hansı? Yox, ancaq cədvəl üçün bu sual var. Çünki qəbul sualının bir dənə açıq sualında var, çoxdan düşüb. Deyir, cədvəlin sətrini silən klaviatura düyməsi hansıları seçmək olar? Bir, backspace çıxır, bir dənə də deyir, seçib Ctrl X düyməsini basmaqla. Yəni yerində qalmır da, ən əsas odur. Cədvəlin istənilən... Delete-lə ortaq deyil də, yəni. Necə? Delete-lə ortaq deyil də o, yəni klaviatura düyməsi. Yox, delete silmir ki. İçərisindəki məlumatı silir də. Hədə o heç, o şey deyil. Yox, Ctrl X ümumi xanala zadı. Nəyi istən seç, silsin də səlsin Ctrl X. Sətri seç, sətri silsin. Silmir də, yəni kəsin eyni funksiyanı daşımır da, hə? Onu demək istəyirəm. Yox. Backspace ilə eyni funksiya daşıyır. Hə, onları ortaqdır da, yəni deyirəm, delete-lə ortaq deyil. Yox. Deməli, uşaqlar, cədvəlin istənilən nöqtəsini, deməli, sətrini də, sütununu da, xanasını da, bütün cədvəli də silən klaviatura düyməsi hansı oldu? Backspace, Shift Delete, bir də Ctrl X. Bunların hansını istəyirsən, unudursan, unut uşaqlar, bir də Backspace-i unutma. Yaxşı. Hər şey istəyirsən, silinməklə bağlı hər şeyi unut. Bir də Backspace-i unutma. Cədvəlin hər yerini silən o Backspace-i yadda saxla. Kimin sualı var buna dair? Gəlir uşaqlar, bu row and columns qrupunda bir delete silmək var idi. Bir də var sətr və sütun əlavə eləmək. Insert above, yuxarıya sütun sətr əlavə elə. Insert below, aşağıya sətr əlavə elə, kursor olan yerdən təbii ki.
Insert left sola üstün əlavə elə. Insert right sağa üstün əlavə elə. İndi uşaqlar gəlirik cədvələ sətr əlavə edən klaviatura düyməsinə. Cədvələ sütun əlavə eləmək söhbəti yoxdur, ancaq sətr əlavə eləmək üçün klaviatura düyməsi var. Cədvələ sətr əlavə edən 2 dənə klaviatura düyməsi var. Bir enter düyməsidir, bir də tab düyməsidir. Enter cədvəlin içində eləmir, heç nə eləmir. Enter cədvəlin içində sadəcə xana genişləndirir. Bunun da heç bir sualı yoxdur. Qısaca enter cədvəlin içində heç nə eləmir. Cədvəlin içində iş görən klaviatura düyməsi backspace düyməsidir. Tab düyməsidir. Tab düyməsini basdıqda, uşaqlar, tab düyməsini basdıqda kursor xanaları sətr boyunca gəzir. Tabı bastım, keçdi növbəti xanaya. Bir dənə də basıram, keçir növbət xanaya. Bir dənə də basıram, keçəcək 2-in birincisinə. Bir dənə basıram, 2-incisi. Belə gedir. Bir dənə basıram, 3-ün birincisinə. Basıram, 1-1 gedir. Bir dənə də basıram, 4-ün birincisinə. Gəldi. O ki, kursor sonuncu sətrin sonuncu xanasının içində olduqda tab düyməsini basdıqda bir də sətr əlavə eləmiş olur. Aşağıya bir də sətr əlavə eləmiş olur. Kursor cədvəlin sonuncu sətrinin sonuncu xanasının içində olduqda tab düyməsini basdıqda sətr əlavə edir. İçində və çölündə də olduqda uşaqlar. Bax, kursor cədvəlin sonuncu sətrinin sonuncu xanasının içində və çölündə olduqda tab düyməsini basdıqda sətr əlavə edir. Ancaq sonuncu xanasının içində və çölündə olduqda tab düyməsini basdıqda sətr əlavə edir. Uşaqlar, enter cədvəlin içində heç nə eləmir. Enter ancaq cədvəlin kənarında iş görür. Enter cədvəldən kənarda istənilən yerdə, enter düyməsini basdıqda uşaqlar bir dənə sətr əlavə eləmiş olur. Kursor cədvəldən kənarda istənilən yerdə olduqda, enter düyməsini basdıqda sətr əlavə etmiş olur. Və istənilən yerdə olduqda. Harada qoyursan qoy, hansı sətrin yanında qoyursan qoy. Özündən aşağıya həmsə sətr əlavə eləmiş olur. Aydındır uşaqlar. İndi yaxşı, enter ilə tabın üst-üstə düşdüyü yer haraydı uşaqlar? Axırıncı xananın yanı. Axırıncı xananın kənarında. Kursor cədvəldən kənarda olduqda, axırıncısında özdə. Nə uşaqlar? Kursor cədvəlin sonuncu sətrinin sonuncu xanasının bax, içində və çölündə olduqda tab düyməsini basdıqda sətr əlavə edir. Kursor cədvəldən kənarda istənilən yerdə olduqda enter düyməsini basdıqda sətr əlavə edir. Beləliklə enter ilə tabın üst-üstə düşdüyü yer bu sonuncu sətrin sonuncu xanasının kənarıdır. Enter içəridə heç nə eləmir, ancaq nə edir? Çöldə edir. Aydındır uşaqlar hamıya. Bu sətr əlavə eləməyə dair kimin sualı var? Bundan sonra gəlirik uşaqlar buradan merge qrupuna. Merge qrupunda uşaqlar 3 dənə əmr var. Merge cells, split cells, bir də split table. Merge cells xanaları birləşdirməkdir. Xanaları birləşdirmək üçün ilk öncə xanaları seçməlisən. Seçməsən birləşdirməz. Və xanaları seçdim, artıq aktivləşdi bu. Və merge cellsi vursam artıq xanaları birləşdirmiş olacaq. Bu da qəbul sualıdır. Yazır ki, uşaqlar, xanaları birləşdirmək üçün hansı tab vərəqə, hansı əmrdən istifadə olunur. Yazıb orada uşaqlar. Layoutdan merge cells. Bu səhvdir. D variantına yazıb ki, uşaqlar. Xanaları seçib, layoutdan merge cells. Bu düzdür. Xanaları seçməsən, çünki aktivləşməz bu. Bundan sonra gəlir split cells. Split cells xanaları bölməkdir. İstəyir seçib də bölə bilərsən, seçməyib də bölə bilərsən. Yəni, bir digər xananı da bölür, 10 digər xananı da. Split cells xanaları bölməkdir. Məsələn, seçib deyirəm bunu. 2 üstün, məsələn, 3 sətrə bölür. Okey? Həmin xananı 2 üstün, 3 sətrə bölür.
Bundan sonra gəlir split table. Split table isə cədvəli bölməkdir. Kursor olan yerdən yuxarını cədvəldən ayırır. Split table cədvəli bölməkdir. Aydındır bu merge qrupu. Merge qrupuna dair sualı olan. Merge ses əmri aktivləşməsi, yəni işləməsi üçün kanallar yan-yana olmalıdır və yaxud da alt-alta olmalıdır. Düzdür, oradan buradan olmazsa. Yox, oradan buradan seçən mənə bax elə. Ha. Birləşdirməz oradan buradan. Təbii ki. Bundan sonra gəlir uşaqlar cell size qrupu. Cell size qrupunda uşaqlar hansı əmrlər var? Cell size qrupunda uşaqlar, cell size xananın ölçüsüdür. Xananın ölçüsü. Və cell size qrupunda uşaqlar birinci gəlir row height. Bu sətrin hündürlüyüdür. Kursor olan sətrin hündürlüyü row height. Var uşaqlar column width. Column width sütunun enidir. Kursor olan sütunun eni. Row height, column width sütunun enidir. Əgər bu ikisini bir yerdə atarlarsa uşaqlar sənə, bu ikisinin şəklini bir yerdə. Bu xananın ölçüsüdür. Sətrin hündürlüyü ilə sütunun eni bir dənə xananın ölçüsünü bizə verir. Aydındır bu da. İndi uşaqlar, bu cell size-ın içində deməli, row height sətrin hündürlüyünü tənzimləmək olur, column width sütunun enini tənzimləmək olur, ikisi bir yerdə yəni xananın ölçüsünü tənzimləmək olur. Bir də uşaqlar, burada автofit var. Автofit uşaqlar, avtomatik uyğunlaşdırmadır, avtomatik uyğunlaşdırma. Bu Excel-də daha çox biz istifadə edirik. Amma Word-də də cədvəllərlə işləyən insan varsa ona lazım olur uşaqlar. Bu автofit, avtomatik fit də uyğunlaşdırmadır. Avtomatik uyğunlaşdırmaq üçündür. Məsələn üçün, məlumat, bu böyük cədvəldə zatlar bizə çox lazım olur. Bir də məlumat yazsan, məsələn də. Mənim navoyda cədvəldir. İndi uşaqlar, görmürsünüz də yəqin, burada məlumat az olduğuna görə tutursan, bu yaxınlaşdırırsan bura ki, ya buna yaxın olsun da. Gətirsən bunun yanına belə. Və uşaqlar, bunu çəkmək əvəzinə, bütün cədvəli yazıb qutarandan sonra ümumi cədvəli seçirsən uşaqlar. Burada автofit var, avtomatik uyğunlaşdır. Автofit window var, pəncərəyə görə uyğunlaşdırma falan, sütunun eninə görə. Bu əsas burada lazım olan budur. Автofit content. Cədvəli uşaqlar mətnə görə uyğunlaşdırır. Mətnin nə boydadırsa cədvəli də o boyda edir. Cədvəli mətnə görə uyğunlaşdırır. Baxın, bunu vuran kimi avtomatik mətnlərim nə boydadırsa cədvəlimi də o boyda eləmiş olacaq. Cədvəli mətnə görə uyğunlaşdırır. Özü birbaşa uyğunlaşdıracaq da mən. Bəli, avtofitdir də o üçün avtomatik. Görmüsən elədim bax. Avtomatik nə boydadırsa mətn o boyda eləmiş olacaq. Yəni mən bunu həmişə xətt keçinə edirəm. O da mətn vurur, qarışır bir-birinə. Bura qəşəng bir şeydir. Yazıb tutarsan ümumi səliqəli. Sonra bir də vurursan axırda eləyir. Excel-də də eləyə bilirsən də bunlar. Excel-də hələ sətr üçün də var, o laf qəşəngdir. Həm sətr üçün, həm sütun üçün eləyirsən, qəşəng səliqəli görəcək. Aydındır bu? Aydın. Bundan sonra gəlir uşaqlar alignment qrupuna. Alignment qrupunda hansı əmrlər var? Alignment qrupu uşaqlar düzləndirmədir. Birinci uşaqlar orada xana daxilində mətnin 9 yerdə yerləşməsidir. Xana daxilində mətnin 9 dənə yerdə yerləşməsidir. Yuxarı solda, yuxarı ortada, yuxarı sağda. Aşağı sağda, aşağı ortada, aşağı solda. Daha doğrusu orta solda. Aşağı solda, aşağı ortada, aşağı sağda. Yəni bu 9 yerində xananın yerləşməsidir bu. Bundan sonra uşaqlar gəlir burada. Text direction. Text direction uşaqlar xana daxilində mətnin istiqamətidir. Xana daxilində mətnin istiqaməti. Bunu vurub xana daxilində mətnin istiqamətini təyin edə bilirsən. Aydındır. Text direction. Xana daxilində mətnin istiqamətidir. Onu bucaq vermək olur, yəni hərdən gördüyüm. Yox, burada yox. Word-də verə bilmirsən. Excel-də vermək olur. Text direction, xana daxilində mətnin istiqamətidir. Bundan sonra uşaqlar gəlir burada cell margins. Ümumiyyətlə uşaqlar margins xananın kənar boşluğu deməkdir. Xananın kənar boşluğu. Ümumiyyətlə margins Azərbaycan dilində sahə, Rus dilində də polya adlanır uşaqlar. Polya, yəni kənar boşluq.
stadionun poliyası deyirlər. Məsələn, stadionun poliyası. O nə deməkdir uşaqlar? Yəni, oynayacağın ərazi görsən, ağ xət qoyulur böyrdən ki, oradan top çıxır. Da oradan oynamaq olmaz. Yəni, sənin üçün hansı sahə təyin olunub odur. Arkadaşlar, biz inşallah page layout tab vərəqində keçəndə orada da deyəcək ki, uşaqlar, baxın, burada margins var. Bu səhifənin kənar boşluğudur. Ümumi səhifəmizin kənar boşluğu. Səhifənin burasının kənar boşluğudur, uşaqlar. Mən indi hal-hazırda buraya yazı yaza bilərəm? Xeyr. Çünki buradan margizdən təyin etmişim ki, bu hissədən filan qədər kənar boşluq olsun. Sağından filan qədər kənar boşluğu, yuxarısından filan qədər kənar boşluq. Bu mənim səhifəmin kənar boşluqlarıdır. Eyni şey uşaqlar cədvəl üçündə xananın kənar boşluğu var. Sən bu xananın, bu yazıyı görsən uşaqlar, yazı ilə bu cədvəlin bu xətti arasında burada boşluq var. Bunu mən buraxmamışam, probel qoymayım. Bu kənar boşluğudur bunun. Əgər mən bu cell margizdən o kənar boşluğu buraxsam, götürsəm, bu yapışacaq bu xəttə. Uşaqlar vururam. Baxın, top bir də batıb, yuxarı və aşağısından kənar boşluğu yoxdur, həqiqətən yoxdur. Amma leftindən 0,9 cm kənar boşluğu buraxılır. Solundan və sağından. Mən məsələn, bunun solundan bu 0,9 cm götürsəm, 0 eləsəm. Avtomatik olaraq bu yazı yapışacaq, buna kənar boşluq ləğv olacaq. Xananın kənar boşluğudur. Margin, cell margins. Aydındır. Kimin sualı var bu cell marginsə dair? Yox. Gəlirik uşaqlar burada data qrupuna. Data qrupunda uşaqlar birinci gəlir sort. Sıralamadır uşaqlar, sıralama. Sorter sıralamadır uşaqlar. Bunu Home'da paragrafda demişdik. A'dan Z-ə sıralama. Böyüdən kiçiyə, kiçikdən böyüyə görə düzməkdir. Abzasların sıralanmasıydı A'dan Z-ə. Bu uşaqlar layoutda da görürsünüz A'dan Z-ə var. Bu sorterdir uşaqlar. Kiçikdən böyüyə, böyüdən kiçiyə düzməkdir. Bu Excel'də daha çox istifadə edəcək. Yəni Word-də bir dənə bilirsiniz ki, datada sorter var, sıralama vəsiyo. Yəni Word-ün cədvəlinə dair bu sual yoxdur. Bu Excel'in cədvəlinə dair var. İnşallah Excel'i keçəndə orada deyəcəm. Amma da bilirsiniz, data qrupunda sort var. Sıralamaq üçündür. Böyüdən kiçiyə, kiçikdən böyüyə düzmək. Sorter. Aydındır uşaqlar bu. Hay verin də, yox? Orada mənim bir sualım var. Sort eləyəndə, məsəl üçün, təkcə, məsəl üçün, mən birinci sütundakı şeylərin yerini dəyişir, yoxsa vez sətri? Yox. Öz sətrin qarşısında nə varsa hamısını bir yerdə. İndi uşaqlar, sort oldu nə bizim üçün sıralama. Böyüdən kiçiyə, kiçikdən böyüyə doğru düzməkdir bu. Gələn burada repeated rows. Repeated rows uşaqlar hər növbəti səhifədə sətr başlıqlarının təkrarlanmasıdır. Hər növbəti səhifədə sətr başlıqlarının təkrarlanması. Və uşaqlar, bu lazımlı bir şeydir. Məsələn, belə bir sütun cədvəlindir uşaqlar. Başlıqlarını da yazmışsan cədvəl. Və uşaqlar, məlumatları bir-bir doldurursan və çoxluq da 200 sətirlik bir də cədvəldir. Və uşaqlar, bu bura A4-də. Sən istəyirsən ki, hər çıxan A4-də bu ad, soyad, maaş, əlavə gəlir yazılsın. Sən bunu kiməsə verəcəksən uşaqlar və hər A4-də çevirəndə görsün ki, ad hara yazılır, maaş hara yazılır, əlavə gəlir hara yazılır. İndi sən hər sütunda bunları bir-bir yazmaq məcburiyyətində olmayasan deyə uşaqlar. Burada repeated rows var. Bütün səhifələrdə, bütün yeni səhifədə sətr başlıqları təkrarlansın. Hər yeni səhifədə sətr başlıqları təkrarlansın. Və artıq seçsən bunu, yəni bu çox sütun olanda daha səhifəmizə yarayır da. Bir dənə repeated rows vurursan uşaqlar, artıq hər yeni səhifədə o sətr başlıqları təkrarlanmış olur. Və uşaqlar, düşdü bura. Və hər birində, hər növbəti səhifədə var uşaq. Müəllim, elə eləmək olar ki, məsəl üçün, tək baş sətr yox, ondan bir sətr aşağıda təkrarlansın, yoxsa? Yox. Belə məncə hansını seçsin, onu eləməlidir. Hansını təkrarlama. Yəni, ikisini bir yerdə deyirsən təkrarlasın. Yoxlamamışam, bir də gözlə görün. Müəllim, onu seçib eləyəndən sonra məncə olmalıdır. Mənim elə düz olmaz. İkisi bir yerdə eləməmişəm, eyvallah. Bu bir də sətr başda olsun. Yalandan deyim, hə, olur.
Yoxlamadığım bir şeydir. Mən düz gəlməz axı, heç bir cədvəldə bir sütuna 2 məlumat yazılmaq tələb olunmur axı. Yəni adın altdan Yoxlayıram da, hər ehtimal yoxlayıram. Heç vaxt. Eləmədiyim bir şeydir. Eləyir. Bu deyirdin də yəqin. Bəli. Uşaqlar, aydındır bu. Repeated errors. Bundan sonra gəlir uşaqlar. Convert to text. Convert to text uşaqlar. Cədvəli mətnə çevirməkdir. Cədvəli mətnə çevirmək. Bunu inşallah gələn dərs üstündə misal olaraq bunu xüsusi işləyəcək. Cədvəli mətnə çevirməkdir. Convert to text. Bundan sonra gəlir uşaqlar. Formula. Formula uşaqlar. Kiçik riyazi hesablamalar üçün istifadə olunur. Kiçik riyazi hesablamalar üçün. Və uşaqlar biz düsturları inşallah Excel-də keçəcəyik. Düsturlar Excel-dədir. Excel-də uşaqlar xanalar arası əlaqə yarada bilirsən. Deyirsən, filan xanadan filan xana topla, çıx, böl. Amma buradakı formula uşaqlar sadəcə xana içində, bir xananın içində kiçik riyazi hesablamalar üçündür. Məsələn, formula, nəyi hesablasın? Məsələn, deyirəm uşaqlar, 5 vurulsun 9, üstə gəlirsin 8. 5 vurur 9-a 45, üstünə 8-i gəlir, tutaq ki, 53. Xananın içində 53. Kiçik riyazi hesablamalar üçündür. Kalkulyator da elə bir formula. Kiçik riyazi hesablamalar üçün istifadə olunur Word-də. Amma bizim əsas düsturlarımız inşallah biz onu Excel-də keçəcəyik. Aydındır uşaqlar? Bəli, müəllim, aydındır. Sadəcə olaraq, yəni hesablamanı eləyib sonra xananın içərisində yazır, hə? Hesablamanı orada yəni yazmır. Yox, burada yazmırsan da. Yox, Excel-dəki kimi deyil də bu. Burada Bildim. bərabər qoyulur. Formula vurursan onun içində yazsan, nəticəsini buraya yazılan. Nəticə yazılır da, yəni orada, hə? Evet. Bundan sonra uşaqlar, bununla da data tab vərəqində qutardı. Data qrupu da qutardı. Gəlir bizim bir də burada properties qalmışdı. Demişdim yadıma salarsınız. Burada properties qaldı uşaqlar. Properties'də nə etmək olur? Bax, cell size və alignment qrupundan nə danışdımsa, cell size və alignment qrupundan nə danışdımsa, bunların hamısını uşaqlar properties'dən etmək olar. Cell size və alignment qrupundan nə danışdımsa, bunların hamısını properties'dən etmək olar. Cell size və alignmentdən danışdıqlarını bilirsiniz, xananın ölçüsü falan, alignmentdə düzləndirmə falan. Bunların hamısını bax, properties'dən etmək olar. Bax, bu da 2016-cı il qəbul sualı. Yazıb, cədvəllərlə işləmək üçün layout tab vərəqinin hansı əmrindən istifadə olunur? Hamıca yazıb ki, cədvəlin xanasının ölçülərini tənzimləmək üçün, xananın ölçülərini tənzimləmək üçün layout tab vərəqinin hansı qrupundan istifadə olunur? Hamı cavabda cell size axtarırdı. Qrupu yox, özü yazmışdı əmrindən. Hansı əmrindən istifadə? Uşaqlar cavabda bu cell size-dan zaddan axtarırdı və heç birində o yox idi. Cavab da çıxmışdı uşaqlar properties. Çünki cell size və alignment qrupundan nə eləyə bilirəmsə, hamısı properties'in içindən eləyə bilirəm xüsusiyyətlər. Və uşaqlar burada row height, xananın hündürlüyü var, kolon və sütun eni var, xananın içində məlumatın yerləşmə yeri var, alignment. Cell size və alignmentlə nə eləyə bilirəmsə, hamısını properties'in içindən eləyə bilirəm. Belə də yadda saxlayırsınız. Buyur, indi Arzu, nə deyirdin? Mən deyirəm, əgər bir dənə ondan eləyə biliriksə, nəyə görə ikinci dəfə bir də veriblər? O, Microsoft'un üyəsinə deyərsən də. Yaxşı. Bu eyni şeydən sən nə qədər? Ona paragrafda var idi, line spacing, sətirlər arası məsafə. Bax, bəli. Paragrafın alt hissəsində də var da, yenə təkrar line O spacing. onun öz içidir, yəni paragrafın altına da qoymalıyıq. Mən sənə gör nə sayım, Arzu, bax. Bu nədir bizim üçün? Draw table, düzdür? 1. İkinci, dizaynda, bu nədir? Draw table, 2. 3. Borderin alt hissəsinə bax, nədir bu? Draw table, 4. Nə bilim, home'da, borderin aşağı hissəsində, draw table, 5. Eyni şeydir də, çünki o draw table əslində border hələ cədvəlin özü deməkdir. Onun üçün də oradan ora qoşublar da, o qədər dərinliyə demirik də biz. Düşün, bilsən hələ axtarsın ki, bəlkə gəndə tapmaq olar, öyrəndən bir yana. Bu, mənim ağlımda qalanlardır.
Aydın mən Başa düşdünüz? Yəni bir dəyişik o qədər yerdə. qaçdırırlar da ona görə deyirəm. Biri var birini əzbərləyir, biri var beşini əzbərləyir. Əzbərləməyə görə yox, qiymət artıq. Bizdə olan bir şey deyil yəni. O var. Daha sortun özü burada da var, burada da var da. Bəlkə O bir boş sənə yerdir. arzu cədvəllərlə işləmək üçün dayba məsələn təzədən home-a qayıdıb burdan bunu eləmə. Cədvəldə də sort vermək olur deyə götürüb bu bura qoyublar da. Başa düşdün? Bəli. Yəni belə bir prinsipdə. Propertiesdən öncə bu ikisini eləmək olurdu. Cell size-ına Cell alignment. size-nə alignment-i bir bəsdir. Ha, başqa nəsə də vardı yəqin orada. Heç nəyə ehtiyac yox. Göndərdim səsi. Kifayətdir bura qədər. Gələn səfərə uşaqlar. Bununla bu danışmağım nə qədər çəkər mən? Bir dənə fikirləşim. Aynen müəllim. Gələn səfərə yəqin ki 1 saata Word-ü yekunlaşdıracağam. Bu insert-nə page layout-u və testini verəcəm işi. O birisi tab vərəqləri lazım deyil. Bunlar çox sadətdə, əsas elə budur. Yox, keçəcəyik hamısını, o birisilər bundan Yox, page test layout-dan bu tərəfə hamısı bir yerdə, 4-ü də bir yerdə uşaqlar. Maksimum 40 dəqiqə olar, elə o da yavaş-yavaş saysın. Maksimum 40 dəqiqə qutarır. Bizim əsas 3 tab vərəqidir bunlar. Çətinlik bunlardadır. Nəysə, indi uşaqlar insertim bura. Gələn səfər Word-ün əsas hissəsini qutardıq, yəni az qalır. Gələn səfərə ona görə də sual cavab. Mən sizə heç sual cavab eləməmişəm. Yox. Bir dənə fayl tab vərəqindən eləmisiniz. Yox, Ondan faylı. sonrasını eləməmisiniz. Faylı sual cavab eləməmişəm. Eləmisiniz. Ondan sonrasını eləməmisiniz. Bu bir Home də dərsdir. Home qalıb da mənim. Bir də home qalır, bir də insertdə bu cədvəl qalır. Bəli, hə, Cavab danış. transfer home-dan insertdə bu cədvəli sual cavab edəcəm. Bunu danışacağam. Yaxşıdır, yaxşıdır. Klaviatur düymələrində keçmişəm də yəqin. Bəli, bəli. Mənim keçmisiniz. Şurada heç qəşəngə gedirlər. Mən PowerPoint ayrıca keçəcək də ha. Hə? PowerPoint da düşür bizə. PowerPoint ha.